10-cu siniflər üçün olan test tapşırıqlarının izahına baxacağıq. Gəlin başlayaq. 21 mart tarixi 23 sentyabr tarixindən hansı əlamətinə görə fərqlənir? Biz bilirik ki 21 mart yaz gecə gündüz bərabərliyi günüdür. Yəni Azərbaycanda yaz fəsli başlayır. Amma 23 sentyabr isə payız gecə gündüz bərabərliyi günüdür və Azərbaycanda payız başlayır. Və B variantına baxsaq görürük ki, Azərbaycanda yaz başlayır. Bu 21 marta aid olan xüsusiyyətdir. Lakin 23 sentyabra aid olmayan xüsusiyyətdir. Deməli, fərqləndirən əlamət elə B-dir. Şimal və cənub yarımkürələri bərabər işıqlanır. Yəni, günəş ekvatorda zenitdə olduğuna görə, bəli, hər iki yarımkürə bərabər işıqlanmış olacaq. Bu ikisinin ümumi cəhətidir. Bakıda ən uzun gecə müşahidə olunur. Ən uzun gecə Bakıda 22 dekabr günü müşahidə olunur. Günəş ekvator xətti üzərində zenitdədir. Ekvatorda bunun hər ikisinin oxşar cəhətidir. İkisində də ekvatorda zenit olur. Bakı şəhərinə günəş şüasının günorta vaxtı 50 dərəcə düşməsi, yəni bu hər iki tarixə aiddir. Çünki günəş ekvatordadır, Bakıda 40-dadır. Arada yəni 40 dərəcə fərq var. Ekvatorda zenitdədir, 90-dan da 40 çıxırıq, 50 dərəcə bucaq altına düşür. Yəni hər iki tarixə aiddir. Deməli cavabımız B-dir. Xəritə sxeması isə mülayim işıqlanma qurşağında yerləşən ərazilər. Biz bilirik ki, mülayim işıqlanma qurşağına düşənlər. Baxın, bu hissə tropik işıqlanma qurşağı olacaq bu arada. Buradan yuxarıya 66,5-ə qədər olan şimal mülayim, cənub 66,5-ə qədər olan cənub mülayim olacaqdır. Mülayimə düşən bir dənə hansı olacaq? Baxın, Türkiyə ərazisində 4, bir də ABŞ ərazisində 1. 1-4 cavab D variantı. Hansı coğrafi enlikdə 22 iyunda günəş şüası eyni bucaq altına düşür? Bir dənə baxırıq. 22 iyunda günəş harda zenitdədir? 23,5 şimal enliyində zenitdədir. Burada zenitdə isə buraya neçə dərəcə düşür? 90 dərəcə. İndi A variantına baxıram. A'da bir enliyi 18 şimal enliyi verib. Digər enliyi isə 29 dərəcə şimal enliyi verib. Gəlin bir 23,5 ilə 29-un arasındakı dərəcə fərqinə baxaq. Yəni 29-dan çıxıram 23,5-i. Eləyir 5,5. Deməli burada 5,5 dərəcəlik bir fərq vardır. 90-dan da 5,5 çıxacağam. 90-dan çıxıram 5,5, eləcə 84,5 dərəcə. Və digər enliyə baxın, buraya baxın, ikisinin arasındakı fərqə. 23,5-dən çıxacağım 18-i, yenə 5,5 eləyəcək. 90-dan 5,5 çıxanda yenə 84,5 alacağım. Deməli, həm 29, həm də 18 şimal enliyinə 23,5 şimal tropikində günəş zenitdə olanda, yəni 22 iyun tarixində günəş bərabər işıq, yəni bərabər eyni bucaq altında düşdü. Yəni 84,5 dərəcə düşdü. Elə cavabımız A. Planla xəritə. Deyir ki, ərazi hayd etməsinə görə dünya yarımkürələri, materik, okeanlar, ölkə və onun hissələr qruplaşdırır. Bu təbii ki, xəritəyə aid olacaqdır. Miqyaslı təsvirdir. Hər ikisinin miqyası vardır. Ortaq cəhətdir. Şərti işarəli təsvirdir. Hər ikisində şərti işarələrdən istifadə olunacaqdır. Dərəcə toru yoxdur. Təbii ki, bu plana aiddir. Deməli 1-ə 4, 2-yə 1, 1-ə 4, 2-yə 1, 3-ə 2, 3C variantı. Bakı ilə cənub tropik xətti arasında ən qısa məsafəni hesablayın. Bakı biz bilirik ki 40 dərəcə şimal enliyidir. Cənub tropik xətti isə 23,5 cənub enliyidir. Cənub tropik xətti. Baxın, ikisi fərqli yarımkürələrdədir. Fərqli yarımkürə olduğuna görə bunlar arasındakı dərəcə fərqi toplanılmalıdır. 40-ın üstünə gələcək 23,5-i. Eləcək bu neçə? 63,5 yazıram. 40 üstə gəlsin 23,5 bərabərdir 63,5. Məsafəyə keçirtməkdən ötürü vururam 111-ə. Vurdum 111-ə. 7048,5. B variantı. Dünya siyasi xəritəsinə əsasən nəyə təyin etmək olmaz, nəyə müəyyən etmək olmaz? Dağların yerləşdiyi mövqe. Çünki bu fiziki xəritələrdə olur. Ölkələrin inzibati sərhədləri olar. Aralıq dənizi siyasi xəritədə də vardı. Şimali Amerika, Avrasiya materikinin qonşuluq mövqeyini bunu da təyin etmək olar. Afrika materikinin sahil xəttləri bunu da təyin etmək olar. Amma dağlar fiziki xəritədə göstərilir. Hansı miqyaslı xəritədə kartografik genizasiya daha böyük olar? Genizasiya böyük olmağından ötürü miqyas kəmiyyəti də böyük olmalıdır, miqyas isə kiçik olmalıdır. Baxın, miqyas kəmiyyəti 20 milyon. Bunda 2 milyondur. Belə cavab C variantıdır. Silindrik kartografik proyeksiya hazırlanması xəritələrdə
hazırlanmış xəritədə ən az təhrif olan region. Ən az təhrif olmağından ötürü ekvator xəttinə yaxın olmalıdır. Ekvator xəttinə ən yaxın da burada Mərkəzi Afrikadır. Ümumiyyətlə sindrik proyeksiyada ən az təhrifə uğrayan materik də Afrikadır. Onun mərkəz hissəsi də çox az təhrif olunmuş olacaq. Keçirik 39 nömrəli test tapşırığına. Cənub-qərblə cənub-şərq. Cənub-qərb biz bilirik 225 dərəcəli azimutdur. Cənub-şərq isə 135 dərəcəli azimutdur. Azimut bucağı 180-dən böyükdür. Gördüyümüz kimi 225 böyükdür, amma bu birisi 135 böyük deyil. Ona görə bu ortaq ola bilməz. Üfüqün əsas cəhətləri deyirlər. Aralıq cəhətlər. Bax, üfüqün aralıq cəhətlərdir. Deməli, cavabımız D olacaqdır. Əks istiqamətdə hərəkət azimutu 315-dir. 135-in əksi 315-dir. Amma 225-in əksi 45 dərəcədir. Azimut bucağı 180-dən kiçikdir. Bir dənə baxın, cənub-şərqə aiddir bu. Digəri isə 180-dən böyükdür. Deməli, cavabımız D-dir. Deyir ki, planetlərdən hansının 2 təbii peyki var? Təbii ki, Marsın Phobos və Deimos 2 dənə peyki var. Venera ilə Merkurinin yoxdur. Saturn ən çox 82 dənə peykə malikdir. Yerin isə cəmi bir dənə peyki vardır. Hacı Zeynalabdin Şirvani hansı ərazilərdə səyahət etmişdir? Hansı ərazidə səyahətdə olubdur? Baxın, Avropanın şimalında olmayıb, cənubunda olubdur. Bu getdi. Şimali Amerikada olmayıbdır. Ərəbistan yarımadası cavabımızdır. Bəli, Cənub-Qərbi Asiya Ərəbistanda olubdur. Cənubi Amerikada olmayıb, Avstraliyanın cənub-şərqində olmayıb. Cavabımız C oldu. 50 dərəcə şimal enliyi və 50 dərəcə cənub enliyi. Bu paralellərin oxşar cəhətlərini istəyir. Deyir ki, burada çevrənin uzunluğu 40.076-dır. 40.076 ekvator çevrəsinin uzunluğudur. Burada 50 dərəcədə 1 dərəcənin qiyməti 71,7-dir. Onu da 360-a vuranda eləyir bu 25.812. Yəni bu rəqəm olmalı idi, əgər doğru olmağını istəsəydi. 1 dərəcəlik qövsün uzunluğu 111-dir. Xeyr, dedik ki 71,7-dir. Bu da getdi. Ekvatora qədər ən qısa məsafə 5550-dir. Baxın, hər ikisindən baxıram. Bu ekvator. Aramızda 50 dərəcə. Burada da 50 dərəcə. Vurdum 111-ə 5550. Bu cavabımızdır. Qütb uzu 50 bucağı altında görünür. Bu 50 şimal enliyində qütb uzu göstərir, amma cənubda göstərmir. Çıxdı. Şimal buzlu okean ilə kəsişir. Şimal buzlu ilə kəsişmirlər. Deməli, cavabımız oldu C variantı. 22 dekabr tarixinin hansı xətt üzərində günorta vaxtı cismin kölgəsi olmayacaq? 22 dekabrda hansı xəttin üzərində zenitdəsə də günorta vaxtı orada cismin kölgəsi olmur. Yəni cənub tropik xəttinin üzərində cənub tropiki. Orada zenit olduğuna görə kölgə müşahidə olunmayacaqdır. Keçək buna. Qütb gecə gündüzləri baş verir. Qütb gecə gündüzləri biz bilirik ki 66,5 ilə 90'ın arasında baş verir. Həm şimalda, həm cənubda. Görürsünüz ki, bu birisi də 66,5 ilə 90'ın arasında düşən 70 var. Deməli, buraya biri 3'ə A gedəcək. Azərbaycan ilə eyni enlikdə, eyni yarım kürədə yerləşir. Azərbaycan biz bilirik ki, şimal və şərq yarım kürəsindədir. Şimal şərqi axtarmalıyıq. Şimal və şərq. Deməli, 2'yə uyğun gələcək. 2'yə B. Afrika materikində yerləşir. Bu 10 dərəcə şimal enliyi və 5 qərb uzunluğu Afrika materikinə düşəcək. Günəş ildə 2 dəfə zenitdə olur. Günəş ildə 2 dəfə zenitdə olduğuna görə tropik işıqlama quşağında olmalıdır. Yəni 23.5'lərin arasında olmalıdır. Yəni o da birinciyə aid olmuş olacaqdır. Cavab D. 1'ə C, D, 2'yə B, 3'ə A. Sxemə əsasən kəsmə yüksəkliyinin 20 metr olduğunu bilərək zirvə nöqtəsinin mütləq hündürlüyü aşağıdakılardan hansı ola bilməz? Ola bilməz. Gəlin baxaq. 220 görürük biz xarici horizontalda. 20 artırmalıyıq. 240. Bir dənə 20 artıraq 260. Bir dənə 20 artıraq 280. Bir dənə 20 300. Deməli, əgər bu daxili horizontal 300-dədir. Daxildə bir horizontalda yaranması üçün 320 olardı. Yəni biz 300 ilə 320-nin arasındakı rəqəmlərdə, baxın, bu nöqtəni düşünə bilərik. Amma 320-dən böyük rəqəm ola bilməz. Böyük rəqəm olsaydı, daxildə bir dənə də nə olardı? Daxildə bir dənə də horizontal əmələ gələrdi. Deməli, 320-dən böyük ola bilməz. 320-dən böyük rəqəm görürəm, amma mən burada. Hansı? 326. Deməli, bu ola bilməz. Yerdə qalan 300 ilə 320-nin arasında deyə digərlər hamısı ola bilərdi. Cavab D. Hansı coğrafi enlikdə fəsil ayda müşahidə olunur? Fəsil ayda müşahidə olunmağından ötürü mülayim işıqlanma quşağı olmalıyıq. O da 23.5 ilə 66,5'in arasıdır. Həm şimalda, həm də cənubda.
Baxın, tropiklərə düşənləri çıxırıq, qütblərə düşənləri çıxırıq, bir dənə A qalır. Günəş 10 şimal enliyində zenitdədir. Yəni 10 dərəcə şimal enliyinə 90 dərəcə bucaq altına düşür. Günorta vaxtı ekvatora günəşin düşmə bucağını tapın. Ekvatorda budur. Aramızda 10 dərəcə var. 90-dan 10 çıxıram, 80 dərəcə düşəcək ekvatora. Ümumi coğrafi xəritələr həm fiziki coğrafi, həm də iqtisadi coğrafi obyektlər göstərilir. Doğrudur, amma qarşısına yanlışdır. Yazıb uyğunsuzdur. Bizə uyğunluq lazımdır. Bir neçə təbii və sosial iqtisadi elementlərin birlikdə təsvir olunması xüsusiyyətlərində xəritələr kompleks xəritələrdir. Baxın, bir neçə təbii və sosial iqtisadi elementlərin birlikdə təsvir olunduğu xüsusi xəritələr, yəni kompleksdir, düzdür. Bir neçə qarşılıqlı əlaqədə olan bu doğru, bu da doğru. Deməli, cavabımız B-dir. İcmal xəritələr böyük miqyaslıdır. İcmal kiçik miqyaslıdır. Səhvdir və doğru dediyinə görə olmadı. Xəritə üzərində olan əyri xətlər onların uzunluqlarını hesablamaq üçün pərgər mikrometrdən istifadə olunur. Doğrudur, qarşısına yanlış yazıbdır deyə olmayacaq. Areal üsul xəritələrdə yayıldığı ərazini təsvir edir. Doğru ifadədir, qarşısına yanlış yazıb. Deməli, cavabımız B. Aşağıdakı verilən coğrafi koordinatlardan hansı Azərbaycanda yerləşmir? Azərbaycan biz 45 və 51 arasına düşürük. Enlik olaraq da 38 ilə 41 arasına düşürük. Burada 51-ə də neft daşları falan yaxındır. Yəni 50 tam neçədirsə. İndi görək bunların hansı düşmür. Baxın, 40 şimal enliyi, 49. Düşdü bu. 41, 47. 41, 47 düşdü. 40, 46. Bax, 40, 46 düşdü. Amma 56 şimal enliyinədir da. 56-da biz yerləşmirik axı. 38-dən 41-in arasında. Bax, buraya düşməyəcək. Amma 39, 48 olacaq. Bax, 39 və 48 olacaq. Deməli, olmayan B variantı olacaq. Xəritədə çayların axın istiqamətini ilə hərəkət xətləri təsvir etmə üsulu ilə təsvir edə bilərdik. Topografik planın miqyası təbii ki 1/2000 və daha böyükdür. Afrika materiki aşağıdakı işıqlanma qurşaqlarının hansında yerləşmir? Afrika şimal mülayimdə, cənub mülayimdə, bir də tropikdə yerləşir. Cənub mülayimdə, tropikdə, şimal mülayimdə yerləşir. Bizə yerləşməyənlər lazımdır. Şimal və cənub qütbündə yerləşmir. 3, 5. Ne variantı? 200 azimutundan hərəkət edən səyyah əvvəlki məntəqəyə ən qısa yolla necə getməlidir? 200-ə baxıram ki, böyükdür 180-dən. 200-dən çıxıram 180-i. O da neçə eləyəcək? 20 dərəcəlik azimutla geri qayıtmalıdır. Cavab 20. A gölünün sahəsi miqyası sadələşdiririk. 300 mindən 5-ini silirik. Nə olur? 1 santimetrdə 3 kilometr. Miqyas xəritədə 2 santimetr kvadrat olarsa həqiqi sahəni tapın. Həqiqi sahə bərabərdir. Xəritədəki sahə vurulsun miqyasın kvadratı. Həqiqi sahə bərabərdir. Xəritədəki sahə nə qədərdir? 2. Miqyas nə qədərdir? 3. 3-ün kvadratı neçədir? 9. 9-u vurduq 2-yə 18. Keçək. Günəş şüasının maksimum düşmə bucaqlarının düzgün verildiyi. Maksimum düşmə bucağı düsturunu yazırıq. Maksimum düşmə bucağı bərabər 90 çıxılsın enlik, üstə gəlinsin 23,5. Gəlin baxın, bu enliyə maksimumu hesablayaq. 90-dan çıxıram, enliyi qoyuram yerinə 58. 90-dan 58 çıxım. Dəqiqə. 90 çıxılsın 58, qalır 32. 32-nin də üstünə 23,5 gəlirik. Eləyir 55,5. Amma buraya yazıb 48,5. Deməli, bu səhvdir. Keçək 2-yə. 4-də maksimum düşmə bucağı. Bunu heç hesablamağa ehtiyac yoxdur. Çünki maksimum düşmə bucağı 4-də 23,5-lərin arasında olduğuna görə zenit olur. Yəni, maksimum 90 yazmalıydı. Bu da səhvdir. 17 cənub enliyinə maksimum 90 düşür. Düzdür, 23,5-lərin arasında deyə maksimum 90 düşə bilər. 40 şimal enliyi ilə Bakının enliyidir. 73,5 maksimumudur. Doğrudur. 26 cənub enliyinə deyir maksimumu 37,5'dir. Bu yanlışdır. Amma gəlin yanlış olduğunu görək. Baxın, 90-dan çıxıram 26-nı. 26 dərəcə cənub enliyi. Bunu təsvirlə göstərəcəm. 23,5 cənub tropikində günəş zenitdə olanda 90 dərəcə düşəndə 26-ya nə qədər düşə bilər? 26-dan çıxıram 23,5'i.
Gəlin çıxaq. 26 çıx 23 tam onda 5. 2 onda 5. 90'dan da 2 onda 5 çıxanda buraya düşmə bucağını tapacağım. 90'dan 2 onda 5 çıxanda da 87 onda 5 olmalıdır bunun maksimumu. Bu da 37 tam onda 5 yazıb, yanlış yazıb. 60 şimal enindən maksimumu hesablayaq. Baxın, 60 çıxılsın, 90 çıxılsın 60. Bir dəqiqə bunu təmizləyim. 90 çıxılsın 60 enliyi qoyduq yerinə. Üstə gələk 23 tam onda 5. 90'dan 60 çıxdıq. Neçə qaldı? 30. 30'un üstə 23 onda 5 gələndə 53 onda 5 elədi mi? Elədi. Deməli cavabımız 3, 4, 6. Bizə doğrularımı istəyirdi. Doğrularımı istəyirdi. Bəli, düzgünlər istəyirdi. Bəli, 3, 4 və 6 oldu. Keçək bu birisi horizontal sualına. Kəsmə yüksəkliyi 450 metrə verilibdir. A nöqtəsi ilə zirvə arasında hündürlük fərqini hesablamaq tələb edir. Deməli 5285-dən kiçik 400-ə bölünən 2 rəqəm. Hansı rəqəm olacaqdır? 4950 olmalıdır. Dəqiqə. Bəli, 4950. Bura 4950. 450 artırıb A'yı azaldıb A'nın hündürlüyünü tapmalıyıq. Çıxırıq 450. Neçə eləyəcək? 4500. Yenə çıxırıq 450. Eləyəcək 4050. Yenə çıxırıq 450. Eləyəcək 3600. Deməli A'nın hündürlüyü nə qədər oldu? 3600. A nöqtəsi ilə zirvə arasında hündürlük fərqi istəyir. Zirvə nə qədər idi? 5285. A nöqtəsi nə qədər oldu? 3600. Deməli 5285-dən çıxırıq 3600-ü. O da neçə eləyəcək? 1685 metrə. Deməli cavabımız 1685. Daxili planetlər Merkuri, Venera, Yer, Mars. İndi görək hansılar var burada daxili planetlərin içərisində. Mars daxili planetdir. Neptun xarici planetdir. Sonra Uran yenə xarici planetdir. Saturn yenə xarici planetdir. Venera isə daxili planetdir. Deməli, daxililər oldular Mars və Venera. Xaricilər oldular Neptun, Uran və Saturn. Yəni B, C, D. O birisi bir də A-Y. Deyir ki, situasiyada A və B məntəqələrinin qütb ulduzu 40 dərəcə bucaq altında görsənir. Artıq A ilə B məntəqəsi qütb ulduzunu 40 dərəcə ilə görürsə, bunlar 40 şimal enliyində yerləşirlər. Yəni, coğrafi enlikləri nə olacaq? 40 dərəcə şimal enliyi. Və özü deyir ki, enliyini yazın, yazdıq. Və deyir, bu məntəqələr arasında ən qısa məsafəni hesablayın. İndi bir baxaq, A məntəqəsi neçədə yerləşib? 60 dərəcə şərq uzunluğunda. Bu bizim A məntəqəmiz. B məntəqəsi harada yerləşib? 115 dərəcə şərq uzunluğunda. Bu da bizim B məntəqəmiz. Baxırıq, hər ikisi eyni yarımkürədir. Bunlar arasındakı dərəcə fərqini tapırıq. Yəni, 115-dən çıxırıq 60-ı. Eləyəcək 55 dərəcə. Yəni, bunlar arasında 55 dərəcə fərq var. Onu da məsafəyə keçirtməkdən ötürü 40 dərəcənin üzərində 1 dərəcə nə qədər idi? 85 onda 4. Yəni, 55-i vururuq 85 tam onda 4-ə. Bu da eləyəcək nə qədər? 4697. Yəni, cavabımızın birinci hissəsinə yazmalıyıq. Baxın, birinci hissəsinə 40 şimal enliyi, enlik buydu. İkinci hissəsinə isə yazmalıyıq məsafəni 4697. Keçək ikinci suala. AB məntəqələrinin yerləşdiyi materikin adını yazın. 40 şimal enliyi və 60 və 115 şərq uzunluqları arasında yerləşən materik təbii ki, Avrasiya materikidir. Deyir ki, bu məntəqələrdə qış gün dönümü dəqiqə. Bu məntəqələrdə qış gün dönümdə günorta vaxtı günəş şüasının düşmə bucaqlarını hesablayın. Günorta vaxtı günəşin düşmə bucaqlarını gəlin hesablayaq qış gün dönümündə. Baxın, söhbət 40 dərəcə şimal enliyindən gedir və qış gün dönümündə günəş harda zenitdə olur? 23,5 cənub enliyində. Burada 90 dərəcə görsənirsə, aradakı fərqə baxırıq. Fərqli yarımküre olduqlarına görə 40 ilə 23,5-i toplayırıq. Eləyir 63,5. 90-dan da 63,5-i çıxırıq.
eləyir 26,5. Deməli, qış gün dönümündə günəş neçə dərəcə düşəcək? 26,5 dərəcə düşmüş olacaq. Sonra A və B məntəqələrinin yerləşdiyi yarımkürələr. Baxın, A və B məntəqəsi. Görürsünüzmü? Şimal və şərq yarımkürələrində yerləşirlər. 1. Şimal-şərq yarımkürəsidir. Hər ikisi A da B-də. Deyir ki, bu məntəqələrin aid olduğu materikin hansı işıqlanma qurşağında yerləşdiyini yazın. Yəni, Avrasiya materiki hansı işıqlanma qurşağında yerləşir? Təbii ki, tropik, şimal mülayim və cənub mülayim. İşıqlanma qurşağında yerləşir. Yox, şimal mülayim və şimal qütb. Üzrə hesab edin. Şimal mülayim və şimal qütb işıqlanma qurşağında yerləşir. Belə, Avrasiya materiki tropik, şimal mülayim və şimal qütb işıqlanma qurşağında yerləşdi. Cavabımız bundan ibarət olacaq. Sağ olun, hələlik.